Bir gün Əzraildən soruşdular ki, açan bir insanı öldürənməzsən, ya hansı bir evə ayaq qoymazsan, yanan ocağını söndürənməzsən. Əzrail dəryazın vırıbdır yerə, elə bil ürəyi tutubdur vərəm. Dedi hansı evdə duz sörəh yesəm, o evdən heç kəsi öldürənmərəm. Duz sörəh bilməyən heç nəyi bilmir. Qeyrətin, hörmətin, şərəfin atar. Çəkər bazarlara bütün varlığın, qiyliyə hər nəyin satar. Ləzən iyrəncidir, adından bəlli. Özündə pisliyi ambar eyləyir. Ya sən ona toxan, ya da o sənə. Hər bir halda səni mındar eyləyir. Bu sörəh bilməyən ləzəndən ləzən. Sözün göyərtisi yerində bitdi. Gətirib cibinə qızılla qoysan, deyər ağırlığı məni incitdi.